Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə müddəa və fakt xanalarının düzgün yazılması barədə danışacağıq. Nəzərinizə çatdırım ki, mənim daha öncə tezis və xülasə ilə bağlı bir videom var idi. O videonu da şərhlərdə bölüşəcəm. Birinci onu, sonra isə bu videonu izləməyiniz tövsiyə olunardı. Müddəa və fakt. Mətn tapşırıqlarında bu sualın düzgün yazılması qaydasından bəhs edəcəyik. Nəzərinizə çatdırım ki, mən sizə nümunə olsun deyə qısa mətnlər hazırlamışam və biz həmin mətnlərdə nəyin müddəa, nəyin fakt kimi götürüləcəyini müzakirə edəcəyik. Nəzərinizə çatdırım ki, mətnlərdən nümunə ilə izah edirik və mətnlər süni intellekt vasitəsilə yaradılıb. Hər hansı bir yanlış bilgiyə rast gələ bilərsiniz elmi cəhətdən. Burada artıq biz belə deyək də, ciddi bir məsuliyyət daşımırıq. Çalışmışam ki, təbii ki, məlumatların doğruluğunu, dürüstlüyünü yoxlayım hər ehtimala qarşı. Yəni, nəticə itibarilə bizim burada müzakirə edəcəyimiz qayda yazılış qaydasıdır. Hər hansı bir mətnin doğru və ya yanlış olması o qədər də aktual deyil. Ancaq yenə də düzgün məsələlərə toxunmağa çalışmışam. Birinci mətnimiz kitab oxuma vərdişi ilə bağlıdır. Gəlin mətnimizi oxuyaq. Kitab oxumaq insan beyninin ən gözəl məşqidir. Hər səhifə yeni bir fikir, yeni bir dünya açır. Təəssüf ki, müasir dövrdə insanlar kitabdan çox ekranlara baxmağa üstünlük verirlər. Mütəxəssislərin araşdırmalarına görə kitab oxumaq diqqəti və yaddaşı gücləndirir. Eyni zamanda empatiya qabiliyyətini artırır. Oxuma vərdişinə malik olan insan daha asan düşünür, danışır və qərar verir. Kitablar beynin əyləncə deyil, təcrübə qidasıdır. Texnologiya nə qədər inkişaf etsə də, heç bir ekran kitab səhifəsinin qoxusunu və səssizliyini əvəz edə bilmir. İnsan kitabla təklikdə qaldıqda əslində öz fikirləri ilə dialoqa girir. Əgər gənclik oxumağı itirərsə, gələcək nəsillər düşünməyi də unudar. Buna görə də kitab sadəcə asudə vaxt vasitəsi deyil, zehni müstəqilliyin rəmzidir. Belə bir maraqlı mətnimiz var. Gəlin bununla bağlı bir müddəa ortaya ataq. Nəzərinizə çatdırım ki, müddəa dedikdə artıq ağlımıza fikir gəlməlidir. Müddəa, fikir, iddia bunlar hardasa eyni yerə gəlib çıxır. Fikir nədir uşaqlar? Mən bu mətni oxumuşam. Məsələn, sənlə bu mətni bərabər biz oxuduq. Düzdürmü? Oxuduq, mənimsədik və mən bir fikir ortaya atıram. Bir fikir ortaya atıram və sənə deyirəm ki, ay filan kəs, görürsənmi, kitab oxumaq insanın düşüncə və yaradıcılıq qabiliyyətini artırır. Bunun nəticəsində sən mənim fikrimi dəstəkləməkdən ötürü faktdan istifadə edə bilərsən. Mənə deyə bilərsən ki, bəli, Validə, sən haqlısan. Araşdırmaya görə mütəmadi kitab oxuyan insanların diqqət və yaddaş səviyyəsi oxumayanlara nisbətən daha yüksək olur. Və sən bu verdiyin birinci faktla nəyi sübut elədin? İnsanın düşüncə və qabiliyyətinin artmasını sübut elədin. Fikir verin, birinci faktımız hər hansı mətndən seçilmiş bir bilgi deyil. Məhz seçdiyim müddəaya uyğun bir bilgidir. Yaxud, kitab oxumaq insanda diqqəti, asan düşünməyi və qərar vermə qabiliyyətini formalaşdırır, deyə bilərsən. Və burada yenə də sən düşüncə və yaradıcılıq qabiliyyətinin deyək ki, fərqli cür izahını verirsən və deyirsən ki, diqqət, asan düşünmək, qərar vermə qabiliyyətini formalaşdırır. Bu da yenə də gəlir hansı qapıya çıxır? İnsanın düşüncə və yaradıcılıq qabiliyyətinin artması. Gördüyünüz kimi iki dənə faktdan istifadə elədim. Bu faktlar hər hansı bir fakt deyil. Bu faktlar məhz oxuduğum müddəanı əsaslandıran faktlardır. Yəni sən birbaşa faktları da oxuyub özündən bir fikir deyə bilərsən. Məsələn, bu iki dənə fakta əsasən mən belə bir fikir formalaşdırdım ki, kitab oxumaq bir insanın özünə edə biləcəyi ən böyük yaxşılıqdır. Ona görə ki, kitab oxuyan insan hər cəhətdən inkişaf edir, düzdürmü? Bu iki dənə faktıma müddəa yazmaq istəsəm, məsələn, mən belə yazardım. Deyərdim ki, kitab oxumaq insanı hər tərəfli inkişaf etdirir. Və nəticədə bir və ikinci faktların yenə bunun qarşısına, bu müddəanın da qarşısına qoyanda tamamilə düz çıxır. Gördüyünüz kimi, hələ ki, mən bir neçə nümunə ilə davam edəcəm ki, sizə aydın olsun. Daha sonra, motosiklet sürməklə bağlı bir mətnimiz var.
Motosiklet sürmək sadəcə bir nəqliyyat vasitəsindən istifadə deyil, bir azadlıq formasıdır. Sürücü küləyi hiss edir, sanki şəhərlə nəfəs alır. Ancaq bu azadlığın öz məsuliyyəti var. Motosiklet qəzalarında ölən insanların sayı digər nəqliyyat vasitələrində qəza zamanı ölən insan sayından çoxdur. Lakin statistikalara əsasən qoruyucu geyimlər və dəbilqə istifadə edən motosikletçilərin qəza zamanı ağır xəsarət riski 60% azalır. Motosiklet sürmək insanı həm cəsarətli, həm də diqqətli olmağı öyrədir. Hər dönüş bir qərardır, hər yolda məsuliyyət daşıyırsan. Eyni zamanda bu fəaliyyət bir çox insanlar üçün stres atma üsuluna çevrilib. Yol səssizləşir, düşüncələr sakitləşir, motosikletin səsi bəziləri üçün azadlığın musiqisidir. Əsas məsələ sürətin deyil, idarənin sənə aid olduğunu dərk etməkdir. Azadlıq yalnız ağılla birləşəndə gözəldir. Deməli, belə bir müddəamız var. Motosiklet sürmək insanı məsuliyyətli olmağa vadar edir. Mətnə əsasən bunu nə ilə sübut edə bilərəm? Motosiklet sürücüsü yolda olarkən hər bir addıma, istiqamətə diqqət yetirməlidir, hansı ki, bu məsələdə burada qeyd olunubdur. Daha sonra davam edirəm. Motosiklet sürmək təhlükəlidir fikrini nəyə əsasən əsaslandırıram? Mən bu fikri ortaya atdım. Sən qarşı tərəf olaraq mənlə eyni mətni oxumusansa, sən bu fikri irəli sürməlisən. Deməlisən ki, digər nəqliyyat vasitələrində qəza edərək həlak olan insanların sayı motosiklet qəzasında ölənlərin sayından azdır və bunu biz bu hissədə görə bilirik. Ona görə də fikir versəniz, həqiqətən də təhlükəli olduğunu mən bu fikirlə dəstəkləmiş oldum. Arada bir əlaqəni sezməlisiniz uşaqlar. Müddəa nədir? Gedirsən bir fikir ortaya atırsan, düzdürmü? Deyirsən ki, ay filan kəs, sən filan vaxtı mənə filan söz demişdin. Qarşı tərəf təbii ki, sübut istəyəcək. Sübut elə görüm nə zaman demişəm, necə demişəm, harda demişəm. Sən də açırsan, nə bilim, mesajları göstərirsən, açırsan, deyək ki, hər hansı bir yazışma göstərirsən və yaxud da bir şahid gətirirsən, düzdürmü? Ortaya atdığın fikri isbat eləməlisən. Necə ki, riyaziyyatda isbat sualları var, burada da elədir uşaqlar. Yəni, bunun məntiqini tutandan sonra mətni yazmaq daha asan olur. Bəzi insanlar elə mətndə gördüyü hər faktı götürür, yazır. Ay balam, sənin burada verdiyin motosiklet sürmək təhlükəlidir fikrinə sən burada durub yaza bilərsənmi ki, motosiklet sürmək stres atma üsuluna çevrilib? Heç dəxli var. Orada qeyd olunan motosiklet sürməyin stres atma vasitələrindən biri olması ilə bağlı fikir hara? Motosiklet sürməyin təhlükəli olmağı ilə bağlı fikir hara? Bunlar arasında axı bir əlaqə yoxdur. Sən burada motosiklet sürmək təhlükəlidir deyirsən, təhlükəni isbat eləməlisən ki, hansı fakta əsasən sən bu fikri ağzından çıxartdın? Əks halda sən orada yazsan ki, bir çox insanlar stres atır, nə bilim, bir çox insanlar düşüncələrini daha yaxşı formalaşdırır, motosiklet sürməklə, nə bilim, düşüncələr qaydasına düşür. Nə bilim, motosiklın səsi bəzi insanlar üçün azadlıq rəmzidir, azadlığın musiqisidir. Bunlar mətndə var, mətndə gördüyün hər şeyi bu xanaya yazmaq olmaz axı. Aydındır, məntiqi başa düşürükmü? Və yaxud da gələk dəniz canlıları ilə bağlı mətnə. Dənizlər yer kürəsinin 70%-ni təşkil etsə də, onların dərinlikləri hələ də tam öyrənilməyib. Hər il alimlər yeni növlər kəşf edir, bəziləri isə insanların fəaliyyəti nəticəsində yoxa çıxır. Plastik tullantılar okeanlara atıldıqca, balıqlar və dəniz quşları bu zibilləri qida kimi qəbul edib məhv olurlar. Eyni zamanda bəzi balıqçıların hədsiz balıq ovu etməsi də təbiətimizə ziyan vurur. Bəzi hesabatlara görə hər il 8 milyon ton plastik okeanlara düşür. Bu, yalnız canlılara deyil. Üzr istəyirəm, burada vergül səhv düşüb. Bütün qida zəncirinə təsir edir. Dəniz ekosistemi pozulduqda insan həyatı da zərər görür. Çünki dənizlər atmosferdəki karbon qazını udaraq iqlim tarazlığını qoruyur. Sualtı həyatın qorunması əslində yer kürəsinin gələcəyini qorumaq deməkdir. Dəniz canlıları sakit, amma həyati əhəmiyyətli mübarizə aparırlar. Biz onların tərəfini tutmalıyıq.
Gəlin, mətni oxudum, düzdürmü? Mətndən belə bir fikir ortaya çıxarıram. Deyirəm ki, insanların fəaliyyəti görsəm, yer üzünə zərər vura bilir. Şagird nə etməlidir? Şagird insanların fəaliyyətinin yer üzünə zərər vurması ilə bağlı bilgiləri mətndən seçib yazmalıdır. Baxın, deyir ki, hər il 8 milyon ton plastik tullantı okeana atılır və bu yüzlərlə növün məhv olmasına səbəb olur. Hansı ki, mətndə bu barədə bilgi tam şəkildə verilibdir. Görə bilərsiniz. Davam edək. İkinci faktımız nədir? İkinci faktımız balıqçılar qanun çərçivəsində balıq ovlamırlar. Onu mən yazmışdım. Aha, eyni zamanda bəzi balıqçıların hədsiz balıq ovu etməsi. Yəni bilirsiniz də, hər bir işdə bir limit var. Yəni sən bu limiti pozduğun halda sənə deyirlər ki, bugün filan kiloya qədər balıq ovlaya bilərsən, nə bilim, deyək ki, sənin 30 kiloya qədər ovlamaq ixtiyarın var. Sən gedib 1 tona yaxın balıq ovlasan nə olar? Xəzər dənizi məhv olar. Sən ekosistemə zərər vurursan. Həm də başqalarının da haqqına girirsən. Nəysə, balıqçıların qanun çərçivəsində balıq ovlamaması da yenə də yer kürəsinə ziyandır. Balığa vurduğun ziyan balığın ailəsinə təsir eləmir ki, bizə də təsir edir də. Qida zəncirinin pozulması da iqlim tarazlığını pozur. Baxın, bu da yenə də insanların fəaliyyəti nəticəsində olur. Hansı ki, insanlar bu qədər zərər verirlər, digər heyvanlar ölür, qida zənciri pozulur və birbaşa bu iqlimə də təsir edir. Göründüyü kimi, yer kürəsinə ziyanı 3 dənə müxtəlif faktla mən əlaqələndirib sübut elədim və hər biri də insan fəaliyyəti nəticəsində baş verir. Daha sonra beyin çürüməsi zehni tənəzzüllə bağlı belə bir mətnimiz var. Beyin çürüməsi fiziki deyil, zehni bir prosesdir. İnsan düşünməyi dayandırdıqda beyni yavaş-yavaş passivləşməyə başlayır. Televiziya qarşısında passiv şəkildə vaxt keçirmək və ya sosial şəbəkələrdə sonsuz videolara baxmaq beynin fəaliyyətini zəiflədir. Araşdırmalara görə zehni aktivliyi az olan insanlarda yaddaş itkisi daha tez baş verir. Əksinə, beyin daim öyrənmə, analiz və yaradıcılıqla məşğul olduqda sağlam qalır. Kitab oxumaq, yeni bacarıq öyrənmək, problem həll etmək beynin məşqidir. İnsan beynini işlətmədikcə düşüncə çevikliyini itirir. Zehni çürümə təkcə yaşla bağlı deyil. Bəzən cəmiyyətin tənbəlləşməsi də bu prosesi sürətləndirir. Hər kəs beynini qorumaq üçün öz fikrini formalaşdırmalı və onu daim işlətməlidir. Çünki düşünməyən beyin passivləşir, analiz etmə qabiliyyətini itirir. Baxın, belə bir fikir ortaya atmışam. Beyni qorumağın ən yaxşı yolu onu daim düşünməyə, öyrənməyə və analiz etməyə məcbur etməkdir. Danışdım. Nəticə olaraq da belə bir faktı formalaşdıra bilirəm. Zehni fəaliyyətlə məşğul olan insanlarda yaddaş itkisi riski pasiv həyat sürənlərə nisbətən daha azdır. Və yaxud da yaza bilərsiniz ki, məsələn, indi ağlıma gələni yazım sizin üçün. Deməli, son olaraq belə bir müddəa yazdım. Beyin çürüməsi insanda müəyyən problemlərin yaranmasına səbəb olur. Atdım ortaya fikri. Nə etməlisən? O problemləri sadalayıb sübut eləməlisən. Beyin düşünmə qabiliyyətini itirir, passivləşir. Mətndə bu barədə fikir var. Burada son cümlədə. Və yaxud da yaddaş itkisi baş verir. Burada deyir ki, fakt olaraq, baxın, görün hardan götürdüm. Zehni aktivliyi az olan insanlarda yaddaş itkisi daha tez baş verir. Və fikir versəniz, mən müxtəlif vasitələrdən istifadə edərək sübutlarımı təqdim elədim. Unutmayın, uşaqlar, çətin, yaza bilmədim, nə bilim, bacarmadım deyə bir şey yoxdur. Sadəcə düzgün üsuldan istifadə etməmək və məntiqini, bir növ fəlsəfəsini tutmamaqdır səbəb. Sən işləməkdən zövq almırsansa, mətn suallarını 100 bal xatirinə işləyirsənsə, burada problem var. Baxın, mətn tapşırıqlarında daha yüksək yerlərə gəlmək istəyirsinizsə, yəni ballarınızı qaldırmaq istəyirsinizsə, bizim müxtəlif videolarımız var, şərhlərdə sabitləyəcəm. Onları izləyin. Bir ay boyunca bu metodlardan istifadə edəndən sonra artıq vərdiş edəcəksiniz və nəticədə gəlib mənə təşəkkür edəcəksiniz ki, sağ olun. Və bu tamamilə ödənişsizdir. Yəni, bunun üçün hər hansı bir mətn qrupuna ehtiyacı yox, kiməsə dəstək üçün yazmağa ehtiyacı yox.
Paylaşıram da. Ancaq təəssüf ki, bax bu son mətni mən xüsusilə seçmişəm. Fikir versəniz, mətnlərin mövzuları maraqlıdır. Yəni nə baxımdan? Motosikl sürücüsü olduğum üçün motosikl barədə mətn salmışam. Nə bilim, kitab oxuma vərdişidir, dəniz canlılarıdır və orada olan ekoloji problemlər, bir də beyin çürüməsi. Son zamanların gündəm mövzularıdır. Bunları salmaqda da bir subliminal mesaj verməyə çalışırıq, necə deyərlər, və nəticə etibarilə bəlkə bir inkişaf oldu. Görək də inşallah. Sadəcə deyiləni eləyin, müəlliminizə qulaq asın, sizin üçün ən yaxşısını əlbəttə sizin müəlliminiz istəyəcək. Bu qədər. Ondan sonra nəticənizin nə qədər yüksəldiyini görəcəksiniz və nəticənizi gəlib şərhlərdə yazıb digərlərinə motivasiya ola bilərsiniz.